Tebrik gelip tamam bunun üçüne işini. Bu sizeysiz sarıyan partiyan olay. Reşat'ın çalandığına mı okşayır? Kızıl değil. Asılın durumunu ver partiyan olay. Patrimize neyine girer? Milleti tek şarkımızız. Etmiyor meydanı var partiyan olay. Bu meyxana ki təblə əlaqəli bir sənət olduğuna görə qulaq asanda baxanda o dəqiqə tutmaq olur ki, bu şairin təbi üstündədir, yoxsa ki elə söz xatirinə söz deyir. Nədənsə bu Xosrovu görəndə futbolda 9 nömrə oyuncular olar. Onlar düşür yadıma, məsələn Icardi. Xosrov Allah saxlamışın çox zaman təbi üstündə olur, sırf değişmə şairidir. Əruzda fikir qafiyələrində biraz axsaqlığı var. Onun da səbəbi mənə elə gəlir. Biraz mütailəsinin az olmağından irəli gəlir. Biraz mütailəsini çoxaltsa, o potensialı mən Xosrovda görürəm. Orada da öz sözünü deyə bilər.